hörmətli tamaşaçılar, yenə qanunla biz verilişi efirdədir. Həmişə olduğu kimi bu dəfə də çox maraqlı bir mövzuya toxunmuşuq. Bu dəfə şəxsiyyət əleyhinə olan cinayətlərdən danışacağıq ki, bəzən xəstə müraciət edir həkimə. Həkim... Üzr istəyirəm, soğulamışam. Sağ olun. Bəzən həkim düzgün müayinə etmir və yaxud cərrahi əməliyyatı doğru olmadığına görə fəsadları yaranır. Bu halda xəstələrin özlərinin bir hüquqları yaranır ki, həmin hüquqlardan danışacağıq. Məsələn, o məqsədlə studiyamızın bugünkü qonağı bizim sevimli ekspertimiz Iğdır Maliyyə və Neft Kollecinin məzunu Uzman Qılman Köşəbaşıdır. Xoş gördük Qılman hocam. Çox sağ olun Günay xanım. Zülfiyə xanım. Hacı? Zülfiyə xanım. Hə, Zülfiyə xanım, çox sağ olun, mənə dəvət eləmişsiniz. Sizə minnətdarlığımı bildirirəm və çox xahiş eləməyə təqdim eləyəndə o dasent sözündə deyimdə. Qılman hocam, siz dasent deyilsiniz, mən dasent sözünü necə deyim? Bildim, indi güzel söz desiniz ki dasentdir, nə ola, üzüyün qaşı düşməyəcək ki, düyündə elə bilsin. Mən burada qanun keşiyindəyəm, siz məni qanunsuz təqdimata məcbur edirsiniz. Bildim də, dasent düşüzməyə, mən də gələn dəfə sütü üçün şor gətirəndə 10 pulunu almaram. Ay qardaş, sən de şor gətirmirsən, canlı efirdəyik, hamı bildi ki, şor gətirmirsən. Rayondan gəlmişdin, dedim gəlirsən, şor da gətir də. Nə var ki burada? Özü keç öz yerində otur, mənim yerimdə oturmursan. Buradan ayaqlarım rahatdır, belə uzadır. Keç yerində. Ayaqlarım rahat uzadır. Zülfiyə xanım, canım, çox üzr istəyirəm sizdən, çox üzr istəyirəm sizdən. Bura bax, mən bilmirəm, sən qılmansan, qılsızsan, uzmansan, köşəbaşısan, nəsən bilmirəm. Sən utanmırsan ki, sən hansı haqla sən gəlib... Zülfiyə xanım, çox üzr istəyirəm, sən nə haqla gəlib oturub burada professor kimi həkimlikdən danışsan ki, mənim dodaqlarımı nə qədər... Zülfiyə xanım, baxın mənim dodaqlarıma, görün bu əməliyyat edib mənim dodaqlarımı görün, nə hala sal, bir oturub burada professor kimi mənim üçün ağıllı danışır. Bir dəqiqə deyən qız birincisi mən səni tanımıram. Kimsən? Tanımazsan da sən mənə o günə qoymuşsan ki, məni heç Radnoy anam tanımır. Sən gör məni nə günə qoymuşsan. Həmin o müğənni gün eləmdə, yadındadır bütün günü da Instagram səhifəmdə. Ondan sonra WhatsApp'ımda, nömrələrimdə, ay kişinin qızı ev telefonuma qədər məni yığır ki, gəl sənin dodaqlarımı əməliyyat edin, məni Instagramda reklam elə. Bu dəsələr reklam. Birincisi, ay qız, Günel deyirsən, mən bilmirəm sən kimsən. Deyirəm, pişik Güneləm də. İkincisi ki, bunu xalqın qabağında mən zırmaq atmayın. Zülfiyə xanım, qəriblikdə yaşayan qardaşımın rəhmətli yoldaşının canına and içirəm ki, mən bunun dodağını əməliyyat elədə geli qısmamışam. Gelinə boluna vurmuşam ki, bol olsun, artıq olsun materialı. Gör pisdir. Mən səni məhkəmələrdə süründürməsəm, mən səni polisə verib başımı oyunu açmasam, mən də heç ki nə deyirəm. Nə ördəyi baş verir, mən sənə nə deyirəm. Məhkəmələrdə sürün. Görün o baş söhbətini, mən böyüdürəm səni. Ay Şirin, biz nə qələt elədik, getdik bu qılmanın yanına. Sən qaşlarımı düzəltdirdin, mən də üzümə botoks vurdurdum, gör nə günə qalmışıq. Sən məni qatmaya bu söhbəti ye. Nə qılma, nə botoksa la, sən özümdən danış. Mənə nə olur? Deyirəm, Şəbnəm Tovuzlu kimi qaşlarıma quş qoydurmuşsan, amma avara danışığın keçməyib. Görmə nə deyir, ağsaqqal. Sən buraya qaşınbaçı, quşu da yortacam, səni də yortacam. Gel özündən danış la. Üzümü atdırmışsan bu tərəfə. 75 yaşında arvadlar var, ərə gedmək istəyir. Onlara oxşuysan. Sən nə yoxşuysan? Elə bəzənmirsən, elə bilsən stilist anar bəziyim. Stilist anar. Ana, deyələ, bu kimdə la? Deyəm dəqiqə. Bu müğənni var, bu mənə oxuyur o söhbətləri. O sözü mənə deyir. Qaşın, gözün. Ola bilər, Kimə söz atır la bu? Sənin qaşların əyridir, ola bilər sənə söz atır. Amma işin yoxdur, qoy yoxsun, fikir vermə. Mənə yoxu, bu yəqin qızlara deyir la. Bu 100% mənlə deyir bu. Əlimi bıraq, qaşın, gözün. Yox, sənə deyir, qızlara deməz, sənə deyir, Şirin. Mənə deyir? Sən qaşların... Ala bir dəqiqə saxla, ala. Saxla. Sən bir dənə bura gəl. Sən bura gəl. Şurada la bana. Sənə söz atır sənə. Ay pişik Güney xanım. Pişik Güney xanım. Ay pişik Güney xanım. Arkaya bak, arkadayım. Pişik Güney xanım. Ay pişik Güney xanım. Səndənəm, pişik Güney xanım. Bəli, işdirəm. Salam, qurban olum. Salam. Nətərsən, nağarsən, keyfin Əla, xanım. super, çox yaxşıyam. Pişik Güney xanım, mənim səndən xoşum gəlir açığı. Ona görə sağ hədiyyə gətirmişəm, hədiyyə. Hədiyyə, ay, nə gözəl. Hə, Nə əziyyət çəkirdin, yəni? Pişik Güney xanım, mən bilirəm ki, bu pişiklər südü xoşlayır da. Ona görə sağ rayondan quş südü gətirmişəm, quş südü. Adə, Hə. mənim ləqəbim pişidir. Mən özüm pişik deyirəm ki, sənin süd üçün. Apar özün içərsən. At sənin minnətli olsun, at. Bu vaxtı quş südü tapmaq olur, sənə gətirmişəm bunu rayonlara. Adə, indiyə quş südü var, indiki zamanda quş südü var. Amma qızına gələni danışırsan. Var, niyə yoxdur? O vaxt atalar da deməyib, quş südü can dərmanı. Deməli, bu dərmandır ki, bunu apteklərə satırlar. Eşidirsən, bu südü verirəm, apar o dəmir qabın var ha. Ora tök, yavaş-yavaş iç, canıma dua elə. Başa düşdün nə xəri? Sən onsuz da əsəbiyyət, beynini xarab eləmə. Dodaqlarını uysuza mələk edib, bütün hayatımı çıxaram səndən, o südü götürüb çırparam sənin təpəvə. Sənə bax, bırak. Adı da bilmirəm. Bayaqdan fikir verirəm, sən orada o
Mahnı oxuysan o sözləri sən kim atırsan? Qaşın, gözün, əlimi burax, nə bilim nə, ala. Sən qaş gözü partladım mən burada. Hə, onu istəyirsən? Qardaş, mənim sizdə nə işim var? Mən cəmaət üçün oxuyuram, qızlar üçün oxuyuram. Yalan danışma, qızlar üçün oxuyuram. Bayaqdan bizə söz atırsan, qaş, göz zat. Şirinə deyirdin, şirinə, bax buna, hə? Amma mənə demir, sənə deyir. Üzümü dattırmısan da, Bülent Ersoy oxşuyur, hə? Sənə deyir, hə? Bülent Ersoy, özündən danış, qaşların qalxıb belə elə bil Könül Kərimovasan, Könül Kərimova. Ağsaqqalı üzr istəyirəm. Mən sizi yeyib içib hörtmüsüz bilirəm. Siz üzünüzü dartdırmısınız. Gördün, bilinir, hər şeyi qılman elədi. O da deyir ki, üzünüzü dattırmısınız. Bilindi, ay qılman, səni mən yoğurtuzam, səni parçalayacam, başımı qopartsam, başqa baş qoysam. Səni indi qaparsam. Ağa, mən əsirəm, bu nə dara? Ay qardaş, çox sağ ol da. Hələ mən belə həyasız adam görməmişəm. Mən qıyarıb oturum maşında. Çox sağ ol. Hədiyyəni qəbul elədim. Şokdayam. Şokdasan? Mən hələ bu neçə gün şokdan ayrılacam elə bilmirəm. Onu Allahdan başqa heç Sağ bilmirəm. sağ dedim ki, Qaqan səni pişirəcək. Başa düşdün? Qaqan Vidukasın qabağında duran qız görməmişəm mən elə. Başa düşdün? Ona görə indi sən dilinlə deyirsənsə, məni sevirsən, dayanaqaraq mən də səni sevirəm. Axşamüstü vaxtilə gedək evlənək. Ay, sənə qurban olum. Mənim günahım nədir ki, harda anormal, harda başdan xarab varsa, mənim qabağıma çıxır. Həkimin bir cürə başdan xarab. Qabağıma çıxan adamlar bir cürə başdan xarab. Ada, mən sənə nə vaxt demişəm ki, mən səni sevirəm, hə? Mən nə vaxt demişəm? Az adamın üzünə durma az. O gün deməmisən. O gün ATV-yə çıxmamışdın sən. Hə? Çıxmışdım. Çıxdın efirdə nə dedin? Dedin gözəl xalqım mən sizi sevirəm. Dedin. dedim. Bana söz atırdın da. Dedin sizi sevirəm, mən də səni sevirəm. Ona görə evlənmək lazımdır. Bu gün vaxtın yoxsa sabah səhər boşamısan, səhər gedək evlənək. Problem nədir ki? Almaq istəyirəm də. Fikrim sənə qarşı ciddidir. Başa düşürsən? Mən sana 1000 könüldən bir könülə vurulmuşam. Artıq söhbət olmasın da. Burada kişiyik. Olmaz axı. Canım, Aca. bələm. Aca. Dördən sevirsən məni? Sevirəm də sevmək nətər ol. Deyirəm ciddiyəm məndən məzələn. Bələm. Aca, elə. Dördə məndən evlənmək Ciddi istəyirsən? alacağım səni. Nə desəm onu eləyərsən? Ha, nə desən eləyəcəm, amma hamıya demə də. Bax, qurban, hamıya demə. Nə desən eləyəcəm. Bələm, o qılman var, mən Hə. docilarımı bugünə qoyan qılman. Qonaqları o günə qoy bu. Onu ak eləməyə lazımdır. Ak eləmək nədir? Sən öl. Qaqan onun başına bir oyun atar. İt oyunu. Onun yeri madələn görüm, sən hansı klinikada əməliyyat olunmusan. Doğrudan eləyərsən. Ha, eləyərəm, niyə eləmirəm ki? Düzelt eşidir. Eşidirsənə? Eşidirəm. Bu arxası deyəndə diplomat var, onu da götür gəl. Boş düşənlər. Ay Şəmməl, bunun içinə nə doldurmuşsunuz? Çox ağırdır, gücüm çatmır. Sənin müəllim, Ayşən müəllim. Bu boyda pul ver, klinika tikdir, bu boyda axranı bəslə. Götür, kağız çoğuzdur, hamısı klinikanın kağız çoğuzlardır. Kes tərəfə. İndi Şən müəllim gələcək, mənim başım qarışıq olacaq. Qalxırsan yuxarı, o 6 dənə doğmuş anaya, bir dənə premiya. Getdim. Get gəldim. Velcom Şən müəllim, velcom. Thank you very much. Salam cıqqılı. Buyur Şən müəllim. Deyirəm ki, ay Şən müəllim, nə yaxşı ki pul buraxıb, bu qılman uzman Tərtər City Hospitalı açdıq. Xəstələrimiz itə tökdür. 14.30-da əməliyyatımız var. Klarnet Salam Hüseynin əməliyyatıdır. Dünən toyda dava düşübdür, vurublar klarnetin başı qalıb boğazında. Danışanda İstanbul mahnısı deyirsən. Ondan sonra Samiraldo müəllim zəng eləmişdi ki, sroşlu gəlirəm epilasiyaya, üzümə tüy çıxmağa başlayıb da onun epilasiyası var. Sən zəng elə qılman uzman hocaya tez gəlsin. Nə Samiraldo, nə Hüseyin, nə danışırsan sən şuşu? Sən televizorda baxmırsan? Nə olur? Bu pişik gün eldir, nədə çıxıb televizorda ağzından çıxanı danışıb, qılmanı biabır eləyib, bizim nə bilim bu gördüyümüz işi zibil eləyib, hamısını deyib sizi polisə verəcəm. Nə danışırsan? Xəbərin yoxdur sənin. Vay, vay, vay. O pişik gün el gedib polisdə ərizə yazsa, vəssalamə bizim mazerimizi ağlayacaq. Nə danışır? Nə danışır? Televizorda. Hə, televizorda. Hay dıqqılı sən də baxdın televizorda. Yox, ay Şoşu müəllim, mən dünən TRT Çocukdan akıllı Tavşan Momo çizgi filminə baxırdım. Nə danışır abi? Sən Şən müəllimin axırına məsələsi. Sən Rus kanallarında kriminal verilişlərə baxmalısan. Sənin çizgi filminə baxan vaxtında. Get. Bu nədir? Tavşan, mavşan. Yaşına bax, boyuna bax.
Sağ olun, sağ olun. Sağ olun. Vah 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 vah. Vay. Terter. Benim güzel terterim. Sen o kadar mahallar okuyublar, o kadar şiirler yazıblar. Biri məsəl üçün bu. Deyir, aylı gecə sərin külək göytəmən, dörd yanımız ətir saçan yasəmən. Ancaq məni bu heyrətə qərq edən, nə ürəkdi, diri, nə çiçəkdi, diri. Terterim, ay gülüm terter. Pardon, gelin başına. Ne olur? Gel başına. Boş etmedim. Ay Şirin bir dakika diyor. Bu ne karşılamaktı, bu ne hürmet. Gelmezsen Ne karşılamak nedir? Sen bizim izimizi ne güne koymuşsansa biz de sen başıma güne koyacağız. Gel buraya, buna Ay zaman koymur, rayonun hakimini apardılar, koymuyor. Gel buraya. Başladı. Bu ne kaçtı, kaç kaldı, Gel buraya. Sen öyle misin? Gel buraya. Bir dakika diyor. Şüpheti salma. Kaçmaka razı olmayan kızlar gibi şüpheti salma. Ulan at. Ben seni başa salacağım. Aslanım. Başa salacağım. Ay, atın. Sus şuna sakla. Bir dakika diyor onu. Sen diyen. Buyurun Şen müəllim. Ay kardeşler bir dakika dayanın da beyaz geldik. Ay kişi beyaz geldin şikayetlerinize kulak astım bir hamınızı eşittim da. Ay gözlüğün koy kılman hekim gelsin. Ondan sonra soruşaq ki bu kişinin karnından ser bu dedik sesim niye gelir? Ben de bilmiyorum. Narahat olmayın, Hekim narahat olur. olmayın. Her şeyi Kesin seksenede öyle. halledeceğiz. Narahat olmayın. Bu nedir? Bu kıl Salmışsan məni zibilə, şoşu. Salıbsan məni zibilə. Bu ne be? Burada hər bir tərəfdən şikayət edir. 1000 dənə adam gəlib bu gün mənim yanıma ki, ay bizim xəstəmiz belə xəstə. Biz nə qələt elədik qılmanı bura baş həkim təyin elədik. Ha şuşu, nə qələt elədik? Ay jurnalistlərin ağzına düşsən, bilirsən nələr yazacaqlar? Ağızlarına gələni yazacaq, cəhamat da oradan söyləyəcək. Yazacaqlar ki, ay Şən müəllim gedib öz biznesi ilə məşğul olmur, gəlib nə bilim klinika biznesinə girişib, getsin öz işi ilə məşğul olsun. Gül kimi burada otel tikmişdim də şuşu. Dedim ki, bura otel olacaq. 4 ulduzlu qəşəng otel. Dedin yox, eləyə xəstəxana. Ay əsər açıq. Hamınızı tındıqdıracaq görəsiz. Siz mənim istədiyim qızın dodağını nə günə qoymuşsunuz? Sümşaq vaxtı o kesi su dənmişdiniz ha. Burnunuzdan gətirdirib hamınızı tındıqdıracaq. Darıxmayın. Ay Şən müəllim, ay Şoşu müəllim mən qaldım. Lan sen nece adamsın hala? Bu ne kaçtan eləmişsən? İkisi de göğe bakır. Ala bir yağmur olmuşam bir tane selfie çektireyim. Instagram'a koyayım ben ya. Sen bana neler yazırlar direkte. Gel görüşeyim. Ne bileyim bana gel yana gideyim. İranlar, Oğanlar yazır İrandan ki baba. Bu ne kaçtı? Alamayayım. Ben niye beni bir yağmur eləmişsən? Bu ne rakı bana? Birincisi ay ördək baş. Eşitirsən Ne diyeyim nə? hani? Sən nəfsində olmasa, canında olmasa heç kimsə yoldan çıxa bilməz. İkincisi gəldin mənim yanıma. Hə. Dedin ki, mənim qaşlarımı düzəlt. Dedim nətər?
Dedin ki ne? Cemaatı nətər edirsən, nə də elə. Mən də bu Mətanət Əsədova yoxdur, o deyib. Səydə Sultandır, Nazərindir. Onların qaşı nə eləmişəm? O görə verin burada səni. Belə yuxarı. Yaxşı, maral qaş. Heç eybi yox ay Şirin, eybi yox. Bəs mən sənə dedim ki, mənim qırışlarımı düzəlt, ay qırma qırışlarımı. Silikonu zırramışam bir dənə yerə şişib. Şişədə mənə fit salırlar, mənə qoca Elton John deyirlər. Mənə lazım idi bu, hə? Hə, birincisi salam verik. Salam əleykum, axşamınız xeyir olsun. Nəyə İkincisi görə? Hə? yeri qarnı qaşı. Üçüncüsü də aymış hoppa. Gəldim nə dedim ki, nə elə gel vur yine ki mən cavan görsən. Hə, Düzdür? düzdür. Bugün heç kim bilməsin. Ay sağ ol. Mən də sən gel vurdum, oldum belə də belə. Dinim indi mən. Elə oldu? Nədir o? Hə? Yaxşı, yaxşı. Məni qoyaq qırağa. Eyb yox. Keçək yenə qaydaq Şirinin məsələsinə. Şirin, niyə bu cürə qoymusan? Hə? Şirinin məsələsinə. Bu nədir? Gətirdin, saldın bizi tupikə. Şəmi, deyən görüm, hə? Bu fəlakət kimdir ki, biz ondan qorxub qaçırıq, ha kişi? Uşaq vaxtı məni dədəm anam atmışdı meşəyə, məni canavar böyüdü. Bura gəl görüm, hə? Gəl bura görüm, hə? Bura gəl görüm. Fəlakət, xoş gördük, nətərsən? Ət canmazlar nətərəm, nətər olacaq, beynim çölüb. Ətsiz mənim, əsl istədiyim qız var ha, pişik günün. Ona qarşı onu hərəkət eləyibsin klinika. Dodağın şişirdib, nə boyda eləyib, indi mən onu nətər alım, hə, nətər alım. Sən öl, elə bir dodağından eşək yarısı vurub, eşək. Hə, fəlakət, nə basıb bağlıysan, hə, sən bu yaxdan? Nə deyir? Hə? Pişik günün nə vaxtdan sənin sevgilin olub? Sağ ol, moşu, sağ ol, sağ ol. Tərtərdən Bakıya neçə saatdır? 4-5 Əks saat. ol, deməli bu qız 4-5 saatdır mənim zakonla əsl istədiyim qızdır. Burada başqa söhbət eləyən olmaz. Biz gedib o Qarabağ cehizdən bütün cehizləri zad almışıq. Evlənirdik, dodaq şişdi, aləm dəydi bir-birinə də. Hə, fəlakət. Hə. Bir dəqiqə deyəm, mən başa düşdüm sənə demək istəyirsən. Hə, tamam. Əvvəla sənin çox hörmətli o sevdiyin xanım var ha. Bəli. O xanımın dodağını biz yox. Bizim klinikada baş həkim işləyən qılman eləyir. Bəli. Başa düşdün, mən kiməm ki, mən yazıq biznesmen adamam. Mən pulu buraxıram, neysə. pulum var, pulu buraxıram, klinika tikdirirəm. İndi o həkim nə məsuliyyətsizlik eləyir, nə qayırır, o mənlik deyil. Başa düşdün? Sən hamısından yaxşı, get qılmanın yanına, yapış qılmanın yaxasından. Ona ingilis dilində deyirəm ki, what do you eat pickles? Yəni nə yemisən? Turşulu aş. Sal təpiyin altına, itin balası kimi döy onu. Kim balası kimi döyür. Hə, qaqa, Ya, başa bizdə bir düşdüm, şey yoxdur. başa düşdüm. Bunu mənə deyin də, onda mən gedəcəm, qılmanı götürəcəm, aparacam, pişik günelin qabağında diz çöktürüb, təpiyin altına salıb döyəcəm ki, bu qız da məndən evlənməyə razı olsun. Ay, sağ ol. Yaxşı nə? davay. Şöşü, qurban olum. Bu Namik Qaraçuxurunu bilmirsən, bu ayağı sınandan sonra toya neçəyə gedir? Ay, mən nə bilim Namik Qaraçuxurlu neçə gedir. Yox, bilsən nəyə gəlir? Ayağı sınmağın toya nə dəxli var? Dəxli var da, qurban olum. Bunun ayağı sınanda, bu Instagramda, efirdə zətdə reklam elədi axı, tıdış. Bu tıdış eləyəndən sonra bu qiymət qalxır 2 qat orada. Ona görə deyim bir tanışlıq eləyin, mənim toyuma ucuz gəlsin də. Ağzına gələn danışır, biz də qulaq asırıq buna. Sizə də söz deyən kimi adamı tıncıqdırırsınız. Nə olur, söz də deyirəm. Yerə, deyim xarab. Şimdi bunun qalağına sən də. Hələ buraya səni niyə vuracaqsan? Gör səni mən daha. Buraya gəl. Saqqal aç tokalı qaçanı ver burada. Atıram ay Şirin. Sən hələlik mini yubkanı geyindir ona. Mən də bu kalqatkanı atım gəlirəm. Ara sən mənə öyrətdiysən. Birinci kalqatkanı geyinirlər, sonra yubkanı. Gəl bura qızma. Sən məndən yaxşı bilərsən Şirin. Sən öləsən Instagramda sənə profillaşdırım sən də bax. Şəkilləri bil. Videolar var qoyum səni yavırım səni bax. Qılman yox, sənə qılmalı oynayacağam. Qılmalı oynayacağam. Gelme kulak aç. Ala birincisi var ha birincisi. Sen ne o paltarı giyindirmek istiyorsan ha. Ne kapron kalkutka giyinemiyorum. Benim yüreğimi sıkır o. İkincisi de ki. Ay kaşları. Kanala okşayan. Birincisi ben ne eləməliyim? Ben yetim adamam. Yazık adamam. Get Şəmidən yapış diren ki. O klinikanın rəhbəri Şəmidir. Dedim avadanlıq alıb Almanya'dan. Ben yetim sen de başın çıkmır. Ben öğretmişim dedemama köyüne adamam ben. Sen Buyur. sen Gel o kalkutkanı giyindir Şəmistana. Bu seçməni yox ha, bir soxanı elətdirib belə. Kimə eləmirsən Hadi. məndən sonra belə? Sən nə? Sonra kimə? Bilmirəm, yemin. Yaxşı. Səndən yapacaq mı? Şəmidən yapır. Axsaqqal. Ya la, bu belə baxanda düzdür da la. Bu yazığın nə günahı var? Biz gələk Şəmidən yapacaq da. Şəmidən? Hadi. Problem yoxdur. Gedək yapacaq. Prosto yalısdı yoldan kley alaq, kleylə gedək. Ay, izin. Kley? Əslində bu ən gülməli zarafat idi. Prosto sənin qaşların zadın belə olub, demədin yapacaq, kleylə yapacaq da. Gülməlidir, əziməlim gülməlidir, gülməlidir. Ayıb da la, ara axsaqqal. Sizin nəstəyiniz yoxdur, sən özvə gedmirsən, qaşma görə ona görə gülmürsən. Ayıb da la, ara sən üzvə botoks eləmsən. Bu bir yana. Özvə hörmət ala la, bu nə zarafatdır la? Yer, qarşı başa. Başqa vaxt. Gel. Nədir, ağzı
ağzına sokma da oralı. Şey bak. Çok yaxşıdır hər şey. Saçındadım, hər şey yaxşıdır. Əla. Gözün Artıq əski suallar verirsən. Yaxşı. çəkiləcək, başladıq. Ümumiyyətlə bilirsiniz nətərdir? Bax, çox gözəl sual verdiniz bana. Ümumiyyətlə mən deyərdim ki, siz bir jurnalist kimi artıq gəlib bu araşdırma aparmısınız da, düzdür? Bilirsiniz nədir? Bugünkü gündə Qılman City Hospital Tərtər haqqında yazılanlar, yəni mətbuatda yazılanlar bir cəfəngiyatdır. Mən bunu cəfəngiyatdan başqa bir şey adlandıra bilmərəm. Ağızlarına gələn yazılar. O jurnalistlər hamısı, mən hamısını bir-bir tanıyıram. Onların hamısı 10 manata, 15 manata məqalə yazan, yəni sifarişli məqalə yazan jurnalistlərdir. Yəni onlara inanmaq lazımdır. Bir ara yazmışlar ki, güya biz xəstələrə narkozu veririk, onların prikol videolarını çəkib YouTube-a yerləşdiririk. Eləmirsən elə şey? Eləməyib. Sonra nə bilim bir ara şaya gəzdi ki, güya biz xəstənin başına 2000 tük əvəzinə 1700 tük əkmişik. Bizim nəyimizə lazımdır 300 tük? Lazımdır sana? Nəyimə lazımdır? Tük lazımdır sana? Tükdən çox Lazımdır qardaş, bizə o tüklər də lazımdır. Ona görə də mən bir daha tamaşaçılara üzümü tutub demək istəyirəm ki, bugün bizim klinikamız haqqında deyilənlər böyük cəfəngiyatdır. Bəli. Bax qardaş, biz Hipokratın kitabına and içmişik. Biz həkimləri həmişə qınayırlar. Biz şəmi ilə şöşü sənər vurmuşuq ki, halal işləyəcəyik. Bəli. Təkcə İsraildən 20-yə yaxın həkim gəldi bizim klinikamızda. 25'e yaxın 25. həkim gəldi bizim klinikamızda. Təcrübə keçdilər ki, bu klinikada nətər əməliyyatlar gedir. Bəli. Onlar gəldilər, burada öyrəndilər və getdilər pusat dünyaya səs salırlar. Bəli, bizim klinikamızda çox böyük işlər gedir hal-hazırda. Yeni avadanlıqlar almışıq. Bu avadanlıqların indi düzdür, çoxsu indi işlədə bilmir. Amma Qılman söz verib ki, hamısını pasport açıb oxuyacaq. Hamısı... Ne oldu? Ay Şən Ne müəllim. olur? Ay Şoşu müəllim qaçın. Ağsaqqalla Şirin gəlir. Hey, intervyu verirəm mən burada televiziyaya. Nə hara qaçım mən? Bax, Şəmi qaçan oğlandı, ha? Onun bunun qabağından qaçandı. Getdiyin qıraqda. Üzr istəyirik. Şən müəllimin axranikidir. Bəli. Kollara vur epilyasanı kollara, silikonu doldur dodağlara, biraz da gel vur yanağlara. Kollara vur epilyasanı kollara, silikonu doldur dodağlara, biraz da gel vur yanağlara. Əməliyyat etdirdim, özümü dəyişdirdim, 50 vida keçmişim, 50 vida. Üzümü taktırmışam, qaşımı qaldırmışam, 50 vida keçmişim, 50 vida. Əməliyyat etdirdim, özümü dəyişdirdim, 50 vida keçmişim, 50 vida. Üzümü taktırmışam, qaşımı qaldırmışam, 50 vida keçmişim, 50 vida. İşləyəm. Yo, ömür boyu. Mən Bakıda o hələ-mələm 10 dənə xodqadan professor var ha. O bir yarımı dənədir. Nədir o? Sən öz, sənin başımı oynatacam. Buyur, niyə? Sən mənim o sevgilim pişik günəli dodağın ucuna qoymuşsan. Səni tınzıqdıracam deyəm. Nə qayrəsən? Tınzıqdıracam səni, Nəysə, tınzıqdıracam. nə qayrmışam ki, sən nə tındıqdır? Sən mənə heç zat eləyənməzsən. Qaç gəllə, qaç. Hala sən nə sanməzsən? Sembol tam mən. Əyildim, qaçdım səni. Sən öz, səni tınzıqdıracam deyəm. Mənim beynim xarab olub deyəm. Gələcək. Все danışdıq. Gedirəm Bakıya. Pişik günəli sən deyən kimi əməliyyat eləyəm. O əvvəlki formasında qaytarıram sənə. Sonra arxan olum daha sənə. Deməcəm.
Arxin. Gedək. Eşitsən? Nə oldu? Yolun sundu. Gəl. Deyirəm sana bəlkə bir anekdot danışım öyrətdin. Danış. Deməli qılmadı, eşitsən? Hə. Bir dənə biveç oğlu olur, biveçdə. Səhər durur yuxudan atasını aparıb qocalar evinə qoyur ki, Hə. ay ata, əlim aşağıdır, qurban olum, 1-2 aya gələcəm. Nə 1-2 ay, 2 il keçir, 3 il keçir, oğul gəlmir. Bu atası da götürür oğluna yazır mesaj ki, geç oğlansan, bəs özün biveçsən cəhənnəm. Bu nəvəmi gətir görüm də, darıxmışam nəvəm üçün, qurban olum. Biveç oğul götürür nəvəsini, gedir babasının yanına. Babası ilə nəvəsi qucaqlaşırlar, qurban olum, sən qurban olum, darıxıblar da. Bu uşaq qayıdıran biveç atasına deyir ki, ay ata, qurban olum. Bu babam niyə bizlə bir evdə qalmır axı da? Atası da bilmir nə desin, qayıdır deyir ki, ay oğul, burada yaxşı baxırlar, yeməyin vaxtında verirlər, dövlət yaxşı baxır da buna. Oğul da qayıdır biveç atasına deyir ki, ay ata, onda sən də qocalanda səni gətirəcəm bura, qoy dövlət sənə də yaxşı baxsın. Babası qucaqlayır, başlayırlar ağlaşmağa. Sən öl bunu görən bütün qocalar evi, hamı bir-birini qucaqlayır. Bir dənə ağlaşma gedir, bir dənə ağlaşma gedir, oynama. Ölürlər ağlaşma. Felaket neye bak? Ve burada ölen olmadı. Yok, burada hamı ağlaşırlar. Bu ne Ali Koçi? Ha bu dert. Sən qoysan, burada bu demədim, qocalar evində hamı qucaqlaşma ağlaşır. Bu biveç oğlu yoxdur. Qoy telefondan YouTube'a girib şeyə baxır. Stalinin başına baxır, ölür gülməkdən. Üçün o ya. Milyonu getiriyor. Onu vuracağım. Ay şeyden, koy gelsin, evvel gerek Şamil ne değil. Eğer dediği uyuyacağım, eğer dediğim bize sen kelemese, çıkartsağı yap Şamil'i, yap. Yox, nə dara, onu bir sən neyniyəcəm? Doğrudan doğrayacağım. Deyəcəksin. Vurram ha, vurram ha. Bana sakit koy gelen ne değil. Bana rəfət ki, bana bir yavramışam qaşlarım ha. Dimdik yuxarı qalxıb. Ha, buna bana. Bu ne üzdü, bu ne kaçtı? Verirəm sən də la. Deyirəm. Dil deyim. Mən birdən ikiyə görmüsəm, əlimə bıçaq alım, gəlim sizə əməliyyat eləyim. Sizi qılman eləyir, sizi qılman bu günə qoyub, bəli. Bircə dəqiqə gözləyin, şüvənlik salmayın. Nadir Qafarzadəki kimi bir şey olmamış, əl qatmışsınız özünüzə. Ne olur be? Ne olur? Mən biznesmen adamam. Klinikanı açdırmışam. Qılmanı qoymuşam ora baş həkimim. Pulumu qazanıram. Düzdür? Nəysə xoşunuza gəlmirsə əgər, əməliyyat işi birdən əgər xoşunuza gəlmirsə, dəyişənməlidir. Bizim pulumuzu qaytar, mən də çıxardım pulunuzu qaytarım. Olur. Ağzından çıktı. Şamil'im bizim pulumuzu qaytar, ameliyat hoşumuza gelmir. Davay, pulumuzu ver. Saqqal, sən nə əl qatmısan özünə? Ay kişi, sana ki yaxşı yaraşır. Ay şey hardan yaraşır. Bizime bak şip böyle herkese bir daha signal verir. Pis salırlar bana. Lazımdı bu yaşta bana böyle şey. Benim beynim sönür şoşu. Bir dəqiqə, Şoşu, xahiş edirəm. Heç bir dava filan olmadan, bir-birimizə əli vurmadan, mənim oradakı bax o balansımdan zəhmət olmasa çıxart, bunların pullarını ver, çıxaq gedək biz də klinikamıza, o klinikanı eləyirik restoran. Ay şoşu beynim sönür Restoran, Şamil. sağ. Ay Şamil ben sən niyə vurmadım, sənin bəxtin gətirdi. Sən çünki zəhəndən xeyirəm. Mənim Belə zəhəndən xeyirəm. oturacaq. Ay kişi, bir dəqiqə dayan görüm hə. Gedib qaşını gözünü aldırmısan, deyəsən sənin qulağından bir dənə sırğa çatmır ha şirin. Mənim dəmir dümürüm ver dənə. Ver, pullarını ver. Pullarımızı ver. Sana ne istiyorsunuz diyorsunuz birbirinize. dəqiqə deyəm görüm. Baxıram. Yox, əsəbləşmə, dınqılış, əsəbləşmə. Tut görüm hə. Saqqalını falan bir dənə də xahiş edirəm. Ama da yollayacağım xahiş edirəm. Yox. Sen çok yaxşı insansın. So. Ürəyiniz yerinə gəldimi? Hər şey Hər şey yaxşıdırmı? Çox sağ olun. Bax gedib işdi birdən şikayət, zat polisə zada gedib eləyərsiniz. Bax məndən inciməyin. Davay, sağ olun. Bəxtin gətirdi ya. Bilirsən nə? Çapalaq qoyacağım qulağın dibindən də. Qaşlarına zada bax, hinduşka yox ki. Gəlin, Şeyx xanım, gəlin. Aşkım ne aşkım, yaraşık. Babam senin de öpe bilmirəm səni, əməliyatlıdır da yani orada bilirsən momentlər var. Bəli, mən əməliyyat elədim, sən sövgünün dodaqların əvvəlki vəziyyətə qaytardın, indi mehriban olun. Aşkım, balım, canım, çox sağ ol, mən sənə bilirsən belə cani gönüldən hə deyirəm. Ərə gəlirəm sənə. Sən ki bu qılmanı tapdın, mənim dodağımı 200 dəfə əməliyyat elədin. Borcumuzdur. Balam səni, balam səni. Bir dəqiqə deyəm, beynim xarab eləmə.
Hə, qılı. Mən bunu elə dodaqlarına görə sevirdim də. Bunun dodağını normal elədim. Normal o qədər dodağı olan qız var, mən nə qarıram. Mən bunun dodağına vurulmuşdum. Bacı, qurban olum, sən deyən mənim fikrimi düz başa düşmədin. Bizdə alınan deyil. Qılı, sənin yanına gəlir də, bu qızlar gəlir ki, dodağımı yekələ, dodağımı yekədir. Elə qız olanda mənə deyirəm, bu qız məndən istəyir. Qurban olum, bağışla, sənin fikrin başqadır, alınan deyil. Sağlam, al demək, sağlam. Sen söyle kimsen, ya bizdensen, ya her kimsen. Herkes gelsin, fikrim bildirsin, dostum dindirsin. Boz başın tadını bilsin. Şəmi şaşı biznes açır, ziyan gelir, hayır kaçır. Felaketin emelinden gelin görək kim baş açır. Xəstə gelir, həkim bilir, bilmir əlac olsa qeyib. Qılman bizi tutturacaq, qaymarita raktı deyib. Nədir o? Ağsaqqalı yığışdırın, başın işlə qarışdırın. Varsa məsləhətli gözəl, ağsaqqala calaşdırın. Diqqətli ol, adı şirin, bilənidir vornu mirin. Şutqa mutka heç hoşlamır, vilkaladı o gün birin.